Hoş gördük əziz bacılar və qardaşlar, Rəbbin balaları. Bugünkü bizim söhbətimiz həyatımızın, dünyamızın yaraşıqlı, gözəlliyi və eləcə də bəzəyi olan bir varlıq haqqında olacaqdır. Bu elə bir varlıqdır ki, həyatımızı mənalı və eləcə də dəyərli edən məhz bu varlıqdır. İstərsənməz qəlblərimizdə, daxillərimizdə belə bir sual oyana bilər ki, bu varlıq nədir və onun təbiəti nədən ibarətdir? Ona görə də gəlin, birincisi 1 Korinfillər 13-cü fəsildən 13-cü ayəni diqqətlə nəzərdən keçirək. Orada belə qeyd olunur: İndi iman, ümid və məhəbbət qalır, amma məhəbbət bunların hamısından üstündür. Amin. Bu fəsil ümumiyyətlə bir sevgi məktubudur. Bu sevgi məktubunun müəllifi Həvari Pavel'dir. Həvari Pavel bunu Korinf cəmiyyətinə yazmışdı. Ona görə yazmışdı ki, orada vəziyyət heç də yaxşı deyildi. İnsanlar etik, əxlaqi normaları pozurdular. Digər bir tərəfdən isə həmin məbədin bilavasitə cəmiyyətin yaradılmasında Pavel'in həddindən artıq böyük rolu olmuşdu. Və buna görə də istəyirdi ki, o cəmiyyət, o məbəd təmiz, pak, Allahın xeyir-duası altında fəaliyyət göstərən bir xidmət mərkəzi, bir müqəddəs ocaq olsun. Amin. Və biz qeyd etdik ki, söhbətimiz məhəbbət haqqında olacaqdır. Ola bilər ki, daxilimizdə kiminsə ürəyində belə bir fikir oyana bilər ki, biz kifayət qədər məhəbbət haqqında eşitmişik. Burada qardaşlarımızın vəzləri vasitəsilə çox məhəbbət mövzusunu şahidi olmuşuq. Çox filmlərə baxmışıq və eləcə də kifayət qədər bizim həyat təcrübəmizdə vardır. Düşünə bilərik belə. Amma bu yanlış bir fikirdir. Rəbbin bayaqları ilahələrdə qeyd olunduğu kimi Rəbbin məhəbbəti böyükdür, sonsuzdur və daimidir. Və belə olan təqdirdə, belə olan tərzdə biz necə deyə bilərik ki, artıq mən bilirəm, bu mövzu mənim üçün tamamən aydındır. Xeyr, bayaqları qeyd olunduğu kimi o sonsuzdur. Digər bir tərəfdən isə biz nəzərə almalıyıq ki, bizim biliyimiz müqəddəs kitabda, kəlamda göstərildiyi kimi məhduddur. Biz bu dəqiqə kamil deyilik burada. Lakin kamilliyə doğru gedirik. Və bəzən görürsən ki, bizlər bu barədə çıxış edən zamanı və zamanı bir də görürsən ki, özümüzdən asılı olmadan belə bir ifadəyə yol veririk. Məhəbbət nədir? Və digər bir tərəfdən isə çalışırıq ki, məhəbbətə müəyyən bir tərif də verək. Və onu qanunu bir formaya salmağa çalışırıq. Bu da yanlış bir fikirdir. Çünki o intihasızdır. Çünki onun sonluğunu görmək mümkün deyildir. O hardan necə gəlir və necə gedir onu bilmək olmur. Və gələndə özü ilə nələri götürür, nələri aparır, bu da məlum deyir. Və sənə nə saxlayır, o da məlum deyir. Bu elə bir anlamdır, bu elə bir varlıqdır ki, o nə zamana, nə də məkana sıxan bir böyüklük deyildir. Və bilirsiniz, bildiyimizi sadəcə olaraq dəqiqləşdirməkdən ötəri təsəvvür edək ki, biz dənizin sahilində dayanmışıq və dənizdən bir ovuc su götürürük. Dənizə baxın, sonra isə ovucunuzun içindəki o suya baxın. Bizim bildiyimiz o qədərdir. Digər bir tərəfdən isə biz əgərləri bu böyük bir varlığı, əgərləri müəyyən bir tərifə, müəyyən bir qanunun çərçivəsinə salmağa cəhd göstəririksə, bu bayaqları qeyd etdiyimiz kimi yanlış fikirdir və bu bilirsiniz nəyə bənzəyir. Böyük bir heyvanı tutalım, fili qarışqa yuvasına salmağa cəhd edirik biz. Və onun böyüklüyünü, onun bilavasitə sonsuzluğunu açıq, aydın dərk etməkdən ötəri, gəlin sadəcə olaraq müqəddəs kitabdan
bu hissəyə müraciət edək. Günlərin bir günü İsa Məsihə bir insan belə bir sualla müraciət edir. Müəllim, ən birinci əmr nədən ibarətdir? Və İsa Məsih həmin insana belə cavab verir. Allahın olan Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə sev. Və ondan doğan ikinci əmr isə bundan ibarətdir ki, qonşunu özün kimi sev. Amin. Və bu bizim imanlı həyat tərzimizin sütunudur. Bizim istinadgahımızdır. O bizim üçün əsasdır. Əgər bu bizdə yoxdursa, imanlı həyat tərzi keçirməkdə biz çətinlik çəkəcək, ümumiyyətlə bizim həyatımız, xidmətimiz mənasız və eləcə də boş olacaqdır. Və onun böyüklüyünü, sonsuzluğunu tamlığı ilə sadəcə olaraq anlamaqdan ötəri, gəlin birlikdə Efeslilərə məktubdan 3-cü fəsildən 18-ci və 19-cu ayələri birlikdə nəzərdən keçirək. Belə ki, bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. Amin. Və bu ayələrə biz diqqətlə yanaşdıqsa, diqqətlə fikir verdiksə, burada Allah bizlər üçün güc diləyir. Pavelin sözü vasitəsilə ki, yəni, mən sizə güc arzulayıram ki, siz bu məhəbbətin nədən ibarət olduğunu, mahiyyətində, təbiətində nələr var, o sirli, sehirli aləmin başa düşülməsi üçün Tanrımız bizə bu gücü arzulayır. Və eyni zamanda bu ayəyə diqqətlə nəzər yetirdiksə, burada məhəbbətin 4 ölçüsü göstərilir. Birinci ölçü genişlik adlanır. Genişliyi sadəcə olaraq gəlin çalışaq qısa halda şərhini verək. Genişlik bilirsiniz nədir? Yəni, irqindən, cinsindən, milliyyətindən, mənsub olduğu əqidədən, mədəniyyətindən və eləcə də IQ-sündən fərqi yoxdur. Tanrımız bütün insanları sevir. Fərqi yoxdur. Çox sevir. Və bu genişliyin açılışı qısası bundan ibarətdir. İkinci ölçü orada gəlir uzunluq. Uzunluq nəyin bilavasitə rəmzi ifadəsidir. Yəni, bayaqlar ilahilərdə də göstərildiyi kimi, sonuncu ilahda göstərildiyi kimi, o sonsuzdur, o daimidir. Bu onun göstəricisidir. Və nəhayət üçüncü ölçü isə ucalıqla bağlıdır. Ucalıq mənə gəlir ki, artıq bizlərə məlumdur, yəni göylər nəzərdə tutulur. Göyə gedən bir yoldur. Biz də bu yoldayıq bu dəqiqə hamımız. Birimiz başlayırıq, birimiz ortadayıq, birimiz az qalıb çatmağa. Və biz sanki günahdan izzətə doğru gedirik. Biz ölümdən həyata doğru gedirik. Biz gözəl bir səmtlərində doğru gedirik. Bu ucalığın rəmzi ifadəsi, rəmzi şərhi bundan ibarətdir. Və nəhayət, dördüncü ölçü isə dərinliklə bağlıdır. Dərinlik sözünün hərfi mənasında, yəni aşağı deməkdir. Və İsa Məsih günlərinin bir günü bir insanların arasına gəldi, müjdəni payladı. Yüzlərlə, minlərlə, milyonlarla insan tövbə etdi, xilası aldılar və onların həyatı tamamilə dəyişdi. Və günlərin bir günü İsa Məsih iblisin tamamilə gücünü zəiflətmək, onu məhv etmək üçün çarmıqda qanını axıtdı və eləcə də həyatını qurban verdi. Bunu ona yer etdi ki, biz insanlar xilası əldə etmiş olaq. Biz insanlar xoşbəxt həyatı görmüş olaq. Və gəlin birlikdə Romalılar 5-ci fəsildən 8-ci ayəyə fikir verək. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Əziz bacılar və qardaşlar, məhəbbətin ən yüksək zirvəsi öz əksini çarmıqda tapır.
və çarmıq bilavasitə bütün bu bütöv sonsuz məhəbbətin mərkəzidir. Və ən yüksək məhəbbət ondan ibarətdir ki, sən qonşunun, sən qardaşının həyatı naminə özünü qurban verirsən. Bundan yüksək məhəbbət yoxdur. Və mən istərdim ki, indi biz Pavelin şəhadətliyi əsasında biz bu məhəbbəti anlamağa çalışaq. Bayaqları Tərana bacımız duasında qeyd etdi ki, 2 və daha çox insan bir yerdə Rəbbi diliyiksə, onu dəvət edirsə, o bizim aramızdadır. Pavelin belə bir sözü vardır. O qeyd edir ki, mən sizdən uzaqdayam, cismim sizdən indi uzaqdadır, amma ruhum sizinlədir. Pavelin ruhunu təsəvvür edək ki, toplantımızda iştirakını görürük və təsəvvür edək ki, ritorik olaraq, simvolik olaraq təsəvvür edək ki, biz Pavelə belə bir sual ilə müraciət edirik. Məhəbbət nədir? Görək, Pavel nə cavab verəcək? Pavel deyir ki, mən Dəməşqə gedirdim. Dəməşqə az qalmışdı çatım. Bir də gördüm ki, göydən bir güclü işıq, nur mənim üzərimə çöktü. Və mən bütün müvazinətimi itirib yerə yıxıldım, gözlərim kör oldu. Və bir qədər vaxtdan sonra isə mən oyandım, dünyanı dəyişmiş halda gördüm. Çox maraqlı idi. Mən təqib edib, onları cəzalandırmaq istədiyim insanlara artıq bir qardaş kimi baxmağa başladım. İsa'nı mən təqib edirdim. İndi İsa mənim üçün xilaskardır. İndi İsa mənim üçün Allahın oğludur və özüdür. Amin. Pavel daha sonra davam edərək bunu söyləyir. Bilin və agah olun, ey sual verənlər. Dünyada ləkəsiz, nöqsansız, sərhədsiz, sonu görsənməyən, intihasız, öhdəliksiz, şərtsiz və daim mövcud olan əbədi bir məhəbbət varsa da o da İsa'nın məhəbbətidir. Amin. Mən kiçik olanda bir neçə dəfə anamla şəhərə çıxmışam və bilirsiniz ki, uşaqlıqda insan nə görürsə, o onun yaddaşında möhkəm qalır. Yəni, onu oradan yaddaşdan pozmaq olmur. Və mən gördüm ki, bunu da əlavə edim ki, mən kiçik idim. Hardasa da təxminən 6 yaşım olardı. Və bir də gördüm ki, bir oğlan uşağı hansısa qızın arxasınca düşüb. Və onlar getdilər, bir skameykada oturdular. Və uşaq marağına əsaslanaraq mən anamdan soruşdum ki, o oğlan qızının arxasınca nəyə görə düşüb? Ondan nə istəyir? Və anam da cavab vermək istəmədi. Mən ikinci dəfə soruşdum. Dedi ki, o onu sevir, onunla tanış olmaq üçün onun arxasınca gedir. Və mənim növbəti sualım bundan ibarət oldu ki, sevmək nə deməkdir? Anam baxdı, dedi ki, böyüyəndə bilərsən. Dedim ki, yox, mən indi bilmək istəyirəm. O baxdı və mənə belə bir cavab verdi. Sevmək nə deməkdir? O deməkdir ki, oğlan oyuncaq alacaq və onlar oynayacaqlar. Mən heç nə dərk elə bilmədim. Nəysə, bu söhbət burada bitdi və bu növbəti ayəni mən oxumaq istəyirəm. 1 Korinfilər 13-11. Orada belə deyilir. Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi danışırdım. Boya başa çatdıqda isə körpə fikirlərini tərk etdim. Və gün gəldi ki, ayədə qeyd olundu ki, mən boya başa çatdım. Və elə oldu ki, günlərin bir günü mən həmin o oturacağım, yəni skameykanın yanına keçməli oldum. Orada durdum, hər şey öz yerində idi, skameyka öz yerində idi, mən də öz yerimdə idim, amma qızla oğlan yerində deyildilər. Üstündən 10 ildən çox keçmişdi.
Və mən o epizodu, o hadisəni, o mənzərəni yenidən daxilimdən keçirdim, yadıma saldım və yadıma düşdü ki, oğlanın əli əsirdi, qıza nə isə söyləyirdi. Və bilirsiniz, indi dərk edirəm ki, o qıza sevgisini söyləyirdi. Digər bir tərəfdən isə qızı inandırmaq istəyirdi ki, mən səni həqiqətən sevirəm. Mən səninlə evlənib səni xoşbəxt etmək istəyirəm. Qız da ona sakitcə gülümsər halda baxırdı, qulaq asırdı. Və mən əminəm ki, qız ondan sonluqda hə dedi. Mən hardasa da əminlik var idi məndə ki, onlar xoşbəxt oldular. İsa Məsih buradadır, gəlin ona hə deyək. O istəyir ki, onun bizə olan sevgi dolu müraciətinə hə deyək. Onunla yaşayaq. O bizi indi tövbəyə dəvət edir. İstəyir ki, biz həqiqətən də xilası əldə etmiş olaq. Bizlərə imanlıları o isə belə müraciət edir. Tövbə etmişsiniz, məni qəbul etmişsiniz. Böyük məhəbbət sizin daxilinizdə olub. Amma o və əvvəlki məhəbbəti unutmuşsunuz. Soyumusunuz. Mən istəyirəm ki, siz isti olasınız həmişə odlu, alovlu imanlılar olsunuz. Qoyub. Bütün işinizlə, xidmətinizlə, ocağınızda hər bir addımınızı, hər bir qərarınızı, hər bir göstərişinizi xeyir dualı etsin. Amin.